Allah Teala heç kəsə zülm eləmir. İnsana verilən cəza əməlinə uyğundur. Necə ki hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur: ey diliyle iman edip qəlbinə iman daxil olmayanlar, müsəlmanların eyiblərini eşələməyin. Hər kim müsəlmanın eyibini eşəliyərsə, açıb danışarsa, Allah Teala onun eyibini açar. Və hətta evində olsa belə Allah Teala onu rüsva edər. Və bil ki, Allah Teala adlarından El-Alim, hər bir şey bilən, El-Basir, hər bir şey görəndir, Es-Semi, hər bir şey eşidəndir. Nə qədər gizli olsa da sənin günahların, xataların, bil ki, Allah üçün gizli heç nə yoxdur. Və əgər sən Allah Resulü sallallahu aleyhi ve sellemin bu hədisinə səhlənkar yanaşsan və Allah Resulü sallallahu aleyhi ve sellem bu hədisinə arxa çevirsən və insanların eyib və səhvlərini eşəliyib danışsan, Allah Teala'nın örtüyünü açmaya çalışsan, bil ki, ilahi bir qanundur, sənin də günahların, eyiblərin açılacaq. Və hətta evin içində olsan belə Allah Teala səni rüsva edəcəkdir. Bax, Yusuf Peyğəmbər, yəni vəzirin arvadı, onu o pis əmələ, o zinaya dəvət edərkən qapıları bərk bağlayır və heç kəs olmur. Ancaq ikisi. Və qallaqatil əbvabə və qalət heytələk və qapıları bərk bağlayır və deyir ki, gəl bura. O dövr üçün nə çəkiliş kameralar var, nə indiki cihazlar var, heç nə yoxdur. Və Allah Teala eyni surədə, yəni Yusuf surəsində, eyni səhifədə, hansı ki səhifənin yuxarısında, yəni qadının toğlamasını Allah Teala zikr edir və səhifənin aşağısında isə Allah Teala buyurur ki: "Və qala nisfatun fil Medine." Şəhərin qadınları danışdı ki, vəzirin arvadının gözü düşüb köləsinə. Sevgisi onun qəlbinə işləmişdir. Yəni rüsvayçılıq belə olur. Allah korusun.